Adamın ürəyini titrədən bu səs bilirsiniz hardan gəlir? Dəyirmandan. Gəlin sizə o möcüzəvi yeri göstərim. Deməli həftə sonu Qubaya getmişdik. Burada Amsar kəndində məşhur dəyirman restoranı var. Meyvə bağının içində salınıb. Mətbəxi bir yana, mənzərəsi o qədər gözəldir ki, yemə, içmə, xətti xalına, gül camalına tamaşa et bu məkanın. Payız aylarında təbiətin ən gözəl rəngləri elə bil burada cəmləşib. Dəyirmanın yeməklərindən uzun-uzadı danışmayacağam. Görüntülər hər şeyi deyir. Mən sizə ən yaxşısı buranın 4 nəfərlik kabab setini göstərim. Deməli bu setə vişnəli pomidor salatı, pendir və turşu asorti, tərəvəz buketi, acikası, süzməsi, içkiləri, kababların hərəsindən 2-2 olmaqla lülədi, tikədi, toyuqdu, antrikotdu, kartof lüləsi və tərəvəz kabablarıdır. Hətta setkada qızardılmış çolpa da setə daxildir. Qiyməti 110 manatdır. Kababların dadına söz yox. Ümumiyyətlə bu məkanın yeməklərinin mənim tərifimə ehtiyacı yoxdur. Bilənlər bilir ki, necə yüksək səviyyədə hazırlanır. Bura həm də dəyirman steyki ilə məşhurdur. Dadını sözlə ifadə edə bilməyəcəm, tək sözlə möhtəşəmdir. Burada kompot və turşular məhz bağın məhsullarından hazırlanır. Məkanda Emin Uğurun təqdimatında canlı ifalar var. Uşaqlar üçün ayrıca oyun meydançaları var, kabinetləri var, zalları var. Tam səmimi deyirəm, verdiyiniz pulun haqqını verən məkandır. Qubaya yolunuz düşsə, mütləq baş çəkib yoxlayın.